Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda kirlənmiş qazan, tava və onların qapaqlarını asan üsulla, zəhmətsiz necə təmizləyirəm, onu çəkib göstərəcəm. Qeyd edim ki, qapaqları təmizləməzdən öncə mütləq qulp hissələrini çıxarmaq lazımdır. Əvvəlcə geniş bir qazanın içərisinə su tökmüşəm. Qaynadacağım qazanın içərisində su ilə doldurmuşam. Üzərinə soda əlavə edirəm. Təxminən 3-4 yemək qaşığı soda əlavə edirəm. Qapağı da bu qaydada suyun içərisinə yerləşdirirəm. Qazandakı suyun içərisinə 3 yemək qaşığı perekisi əlavə edirəm. 3 yemək qaşığı da limon duzu əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirib təxminən yarım saat 40 dəqiqə ərzində qaynadıram. Su qaynara düşdükdə üzərinə qap şampunu əlavə edib təxminən yarım saat 40 dəqiqə qaynatdıqdan sonra qazanları bir-bir suyun içərisindən götürüb bu qaydada üzərinə soda əlavə edərək qap sürtən yardımı ilə sürtürəm. Qeyd edim ki, sürtərkən kiri üzərində qalarsa yenidən qaynada bilərsiniz. Sodanın əvəzinə qazanların üzərinə adi yağ çözücü və yaxud da qap pastası əlavə edib sürtmək olar. Axar suda təmiz-təmiz yuyuram. Görürsünüz, adi qazanları qaynatdığım qazanın içərisi də ağappaq oldu. Fərqə baxın, əvvəlki kirli, yağlı qazanlardan əsər əlamət qalmadı. Həqiqətən də çox gözəl, effektivli üsuldur. Sınamağa dəyər. Bu üsulla yağlı, kirli tavaları da asanlıqla təmizləyə bilərsiniz. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Əvvəlcədən videonu izləyib bəyənənlərə, kanalımıza abunə olanlara öz təşəkkürümü bildirirəm.